Salam, hər vaxtınız xeyir, dəyərli müdavimlər və müəllimlər. Deməli, çox qarışdırdığınız sualın bu gün izahını verəcəm. Əslində, bu sualda bəzi açar sözlərə diqqət etsəniz, cavabı asanlıqla tapa bilərsiniz. Uşaq yönümlü yanaşmaya aid olan dəstəkləyici ifadə ilə bağlıdır. Baxın, sualda qeyd edilir ki, Aysun müəllim uşaqlara təsviri sənət məşğələsində tapşırıqlar verir. Gülay tapşırığı həll etdikdən sonra müəllimə göstərir. Müəllim Gülaya, sən bunu düzgün edirsən deyərək fikir bildirir. Baxın, burada hansı dəstəkləyici ifadədir? Gizli təlimatdır. Səbəbini qeyd edim. Əgər müəllim uşağı təsdiqləyirsə, məsəl üçün, uşaq nəyisə hər hansı bir şəkil çəkib, deyək ki, müəllimə göstərirsə, müəllim ona sən bunu düzgün edirsən, yəni onu təsdiqləyirsə, ya mimika jestlə, ya sözlə, bu olacaq gizli təlimat. Çoxunuz burada motivasiyanın gücləndirilməsi yazıbsınız. Bu səhvdir, niyəsini qeyd edək. Baxın, motivasiyanın gücləndirilməsi görülən işə görə tərifləmək deməkdir. Əgər burada Gülayın çəkdiyi hər hansı bir şəklə görə və yaxud da etdiyi hər hansı bir işə görə müəllim onu tərifləsəydi ki, sən bunu çox gözəl edibsən və yaxud da çox gözəldir. Bu kimi ifadələr işlətsəydi, yəni etdiyi, gördüyü işə görə tərifləsəydi, bu motivasiyanın gücləndirilməsi olardı. Amma burada tərifləmə yoxdur, təsdiqləmə var yəni. Ona görə gizli təlimatdır. Baxın, fərdi müstəsnalıqda isə xüsusiləşdirmə var. Xüsusiləşdirmə nədir? Məsələn, ancaq sən bacaracaqsan, ancaq sən edəcəksən. Yəni, başqa biri etməyəcək, ancaq bunu sən edəcəksən. Ona görə bu xüsusiləşdirmə varsa fərdi müstəsnalıqdır. Avans vermədə isə yadınızda saxlayın. Gələcəyə yönümlüdür. Yəni, baxın, iş hələ görülməyib. Amma, məsələn, mən deyirəm ki, sən yüksək nəticə əldə edəcəksən. Baxın, gördünüzmü? Burada xüsusiləşdirmə yoxdur, amma gələcəyə yönümlüdür. Hələ iş olmayıb. Bu, avans vermədir. Qorxunu götürməkdə isə təsəlli vermək var, müəllimlər. Məsələn, uşaq nəyəsə pis olur. Müəllim ona təsəlli verir ki, hər şey yaxşı olacaq və s. Deməli, buradan belə bir nəticə çıxarırıq ki, baxın, təsəlli vermək varsa, qorxunu götürməkdir. Gələcəyə yönümlü fikir vermək varsa, avans vermədir. Xüsusiləşdirmə varsa, fərdi müstəsnalıqdır. Təsdiqləmə varsa, gizli təlimatdır. Tərifləmə varsa, motivasiyanın gücləndirilməsidir. Yəni, bu formada açar sözlərlə yadınızda saxlaya bilərsiniz. Əgər siz də mövzuları asan formada öyrənmək istəyirsinizsə, sıfırdan başlayan məktəbə qədər qruplarımıza endirimli ödənişlə qoşula bilərsiniz. Hər birinizə uğurlar.